Yəni dibçəkdə bəzən mənə sual verirlər ki, dibçəkdə meyvə az verir, çiçək açır, tökülür. Bax, görürsünüz üstündə 3 dənə, 5 dənə. İndi bəzilərini üzmüşük, düzdür, qışda xarab olmasın deyə. 3 ilin, 5 ilin ağaclarıdır. Və bunlar gördüyün ağaclar hamısı 3 ilin ağacıdır. Bundan yuxarı ağac yoxdur burada. Üstündə görürsünüz 3 dənə, 5 dənə meyvəsi var. Dibçəkdə olanda az meyvə verir. Ən çox meyvə verəndə 4 ilin, 5 ilin ağacı 15-20 ədəd limon verir. Həm xırda olur. Amma belə bir şəraitdə görürsünüz, belə çubuqla belə üstünü bağlayanda, torpağa əksəniz. Və bunları mən yerə əkmişəm. Bax, bu ağaclar 3 ilin, 4 ilin ağaclarıdır, amma torpağa əkilibdir. Dibçəkdəki də 3 ilin ağacıdır, bu da 3 ilin. Bunlar 4 ilin ağacıdır. Ağacın qalınlığını görürsünüz, torpaqda necə gözəl inkişaf eləyir. İndi mən sizə bir dənə ağac göstərəcəyim. Bunlar 4 ilin ağacıdır. Bunlar meyvə verib tərəsində 50. Bax, bu ağac 5 ilin ağacıdır. 5 ildir tam yerə köçürəm. 1 ildə dibçəkdə qalıbdır. 6-cı il demə olar. Bu ağacdan bu illərim 100-dən çox normal limon üzmüşəm. Bax, görürsünüz, ağacı görürsünüz necə gözəldir. Adi torpağa əkmişəm, üstünü də plyonka ilə örtürəm. Bax, bu ağac 6-cı ilin ağacıdır. Tam yerə əkən 6 il olur. Belə bir şəkildə bunları qulluq eləsəniz, hər ildə üstündən 100-dən çox limon verir. 5 ildən sonra ağac 3 ildən sonra ilk meyvəsini verir. 4 ildən sonra 3 dənə, 5 dənə. 5 ildən sonra 10-a 20 dənə, 25 dənə meyvə verir. Uca 6 ildən sonra 50-100 arası limon verir. Bax, bu ağaclardan yığmışıq, satmışam meyvəsini də bilən bilir. Çox gözəl sortdur, aromalı, sulu. Bax, üstündə qalıbdır. İndi yazdır, indi bu dəqiqə ağaçda limon da saxlayan vaxtı. Bu ağaçlar 8-9 ilin ağaçlarıdır. Hündürlüyü 2 metrə yarımdır. Ondan yuxarıda qoysa gedir. Bu üstündəki limonlar elə bil hava biraz isti keçdiyinə görə noyabr ayında, oktyabr ayında çiçək açıbdır. İkinci tökən meyvəsidir. İri meyvəsini yığmışıq. Bir-iki dənə üstündə qalıbdır. Bu xırda meyvə, bunlar oktyabr ayında görürsünüz çiçeği burada. Hava biraz yumuşaq keçib deyə çiçək açıbdır. Görürsünüz, bunlar təzə tumurcuqlardır. Bu bir həftədir hava isti keçir deyə təzədən üstündə həm meyvəsi var. Bax, indi mən burada iri meyvəsini göstərəcəm. Bax, bu meyvəni görürsünüz. Bax, bu üstündə orijinal meyvə.